İstedadların yarışı Solo Star.
İpəkçi əziz tamaşaçılarımız bizim Solo Star'ın Adəm neçənci sən 12-ci iştirakçısıdır. Axşamınız xeyir olsun mənim əzizlərim. MTV Azərbaycanın və Solo Star'ın daimi tamaşaçılarımız ürəkdən alqışlayın. Sizi sevirik dəyərli tamaşaçılarımız, bizə baxdığınız üçün, bizi sevdiyiniz üçün, bizə yazdığınız mesajlardan bilirik ki, bizi izləyirsiniz, sevirsiniz, ən əsası Solo Star İstedadlar Yarışının bu iştirakçılarını sevirsiniz. Adəm, nə gözəl bu performans idi, nə gözəl hazırlanmışsan, möhtəşəm idi. Nəfəsini dər, sən nəfəsini dərənə qədər mən dəyərli bizim münsiflərimizi, fəxri qonaqlarımızı salamlayım. Alqışlarınızla bir Rəngiz xanımı alqışlayın bizim sənətkarımızı. Xoş gəlmişsiniz, səfa gətirmişsiniz, mənim əzizim, şərəf vermişsiniz. Ay canım mənim, o nə borcumdur. Biz də gənc olmuşuq, yəni düzdür, maşallah, belə də orta yaşındadır. Çox bəyəndim sizi, maşallah. Allah razı olsun, çox sağ olun. Əla. Çox sağ olun efendim, Allah razı olsun. Allah razı olsun. Adəm, deməli əziz tamaşaçılarımız, həm də fəxri qonaqlarımızın diqqətinə çatdırım ki, Türkiyədən qatılıb bizim yarışımıza və onu həm qardaş Türkiyədən, həm də Azərbaycandan dəstəkləyənlər var. Dəyərlimiz Vaqif müəllim, xoş gəlmişsiniz proqramımıza. Necəsiz? Bəyəndinizmi birinci çıxışınızı? Təşəkkür edirəm, var olun. Salamlayıram bizi seyr edən televiziya tamaşaçılarını və burada da hal-hazırda Adəm bəy, bəli. Adəm bəy, mən gördüm ki, elə oxumamışdan qabaq dinamikdir. Deməli, bu yarışmada olmuraq belə sərbəstlik. Bizim ifaçılarda çox nadir hallarda görmüşəm. Yəni, pop estrada sırf layihələrdə görmüşəm. Amma bax, gördüm, maşallah, dinamikdir, oxuyur. Səsi də gözəldir, dinamik oxuyurdu. Bir balaca deton var idi oxumaqda, o da düzələn bir şeydir. Təbii ki, həyəcandan da ola bilər. O bizdə də ola bilər. Bu deton oxumaq. Təşəkkür edirəm. Amma çox sərbəst idi, ritmik. Yəni səhnədən, mikrofondan qorxmur. Bu gözəldir. Ən əsasıdır. Qorxmur. Təşəkkür edirəm. Bizim hörmətli münsiflərimiz, Əhsən müəllim, Elxan müəllim, Şaiq müəllim, necəsiz? Mən tamaşaçıları salamlayıram və onu qeyd edirəm ki, Adəm artıq alışıbdır bu səhnəyə. Türkiyədən gələndə, səhnəyə ilk dəfə gələndə əlləri əsirdi. Özü bunu etiraf edər, amma maşallah olsun, bugün sərbəst ürək istədiyi musiqini canlı-canlı oxuyur. Vaqif müəllim düz buyurdu, bir balaca xaricliyi var idi, amma o canlı səhnədə olur. Bütün kanallara baxsan, hamı fonoqram oxuyur. Canlı oxumaq çətin məsələdir. Maşallah bizim bu iştirakçılarımız həqiqətən də o el dili ilə desəm qurd ürəyi yeyiblər. Ona görə ki, canlı oxuyurlar. Təşəkkür, minnətdarım. Buyurun, Şaiq müəllim. Axşamınız xeyir olsun Nurhan xanım. Mən də tamaşaçılarımızı salamlayıram. Maşallah olsun. Mən bir nüansı qeyd edim ki, günü-gündən biri-birindən gözəl repertuarlar hazırlayırlar iştirakçılarımız. Yəni puxtələşirlər də günü-gündən. Keçən həftədə, yəni dünənki verilişdə də biri-birindən gözəl repertuarlar vardı və bugünkü gündə də açılışda çox gözəl rəqs elədiniz, oynadınız. Elə Elxan müəllim özü də qatıldı sizə. Elxan müəllim də gözəl rəqs elədi. Bir daha hər birinizə uğurlar arzulayıram dəyərli iştirakçılarımız. Təşəkkür. Elxan Qaraxanoğlu. Hər kəs salamlayıram sevimli Axşamınız MTV-dən, xeyir. MTV izləyənlərdən. Hər vaxtınız xeyir olsun. Təbii ki, bu Nuranə Gülər layihəsi. Həmişə olaraq deyirəm, bunu mən borc bilirəm özümə. Nuranə xanım, yenə də deyirəm, təşəkkür etmək Allaha da xoş gedir, insanlara da. Mən sizə bir daha təşəkkürümü bildirirəm ki, Rühəngiz xanım birisi keçən dəfə qeyd eləmiş ki, mənim canım, ürəyimdir, əzizimdir. Xoş gəlmişsiniz Rühəngiz xanım və mənim canım dostum, qardaşım, əzizim Vaqif Şıxəliyev. Mən inanırsınız, o insanı o çox sevirəm ki, biz dostluq və təbii ki, siz onu tez-tez dəvət edirsiniz və bu kürsüdə əyləşirlər və mənə böyük zövq verirsiniz və o bütün pozisiyonu mən yaşayıram. Dünən Rühəngiz xanım, bizim elə bir gözəl verişimiz oldu ki, mən istəyirəm o temporitmi bugün də saxlayaq. Təbii ki, bir sənətçinin özəlliyi bilsin nədədir? Onun performansıdır. Yəni, yaşıma görə bu günlər mən performans göstərirəmsə, digərlər kimi oxuyub oturmuram. Oxuyuram, oynayıram, gənclərə dəstək olun və bu seçim də Şaiq müəllim qeyd edim ki, mənim əziz qardaşım mənim istəyimlə olub. Adəm ki, ötən sayımızda demişdik ki, bizim verişimizin ki, nəyi məsləhət görürsünüz oxuyum. Dedim, Adəm, həm sənin ləhçəndə,
həm sənin kökəmində, həm sənin irsində o mahnını mən görürəm Ağırdağın ətəndə. Heç bir ölməyən mahnıdır, artıq 30 il aktuallığını saxlayır və mən tövsiyə elədim Adəmə. Təşəkkürlər. Bu çünki mənim bacımın layihəsidir. Mən istəyirəm burada hər şey gözəl olsun. Təşəkkürlər, Musiqiçilərimizə təşəkkürümü bildirirəm Nuranə xanım. Seyran bəy bir ürəkdən alqışlayaq. Alqışlayırıq musiqiçilərimizi, amma bizim əziyyətimizi çəkən kadr arxasında qalan insanlar var. Efir rejissoru var, efirimizin səs rejissoru var, orada əyləşən tərtibatçımız var, redaktorumuz var, korrektorumuz var. Hər kəsə təşəkkürümü və kameramanlarımıza təşəkkürümüzü bildirirəm. Təzəgül xanıma özəl olaraq əziyyətimizi çəkirsiniz. Teşekkürler. Adem buyur, ses iste. Efendim herkesin akşamı hayır olsun. MTV qabağında bizi izleyenlere, değerli müsifler heyetinden herkese bir kez daha selamlıyoruz. Aday numaram 12. 12 yazıp bir ses için 86-101'e, 10 ses için 86-110'a, 20 ses için 86-120'ye ses gönderseniz sevinirim. Ben buradan teşekkür edeceğim bir iki isim var. Buradan Bilesuvar'ın bir numaralı Lazero İzzet'e teşekkür ediyorum desteklerinden dolayı. Əzimovlar ailesine teşekkür ediyorum. Bilesuvar'ın Yiğit Mert oğlanlarına teşekkür ediyorum. Ve ayrıyeten de ben en son teşekkürü, bizde bir laf var. Az solistler en son çıkar diye sahneye bir laf var. Ben en son teşekkürümü aslında en başta yapacaktım ama özellik olsun diye Elhan Bey ve size teşekkür ediyorum. SMS'lerde bana destek oluyorsunuz ve beni her zaman destekliyorsunuz. Bundan dolayı hem ailem adına... Teşekkürler solistlara katıldığın için. Hiç kimseden korkmuyorsun. Çünkü Elhan müəllim var. Teşekkür ederiz. Diğer müsifler heyetine de teşekkür ediyorum. Çok güzel yorumlar yapıyorsunuz. Başka söyleyecek bir şeyim yok. Buradan Garip Azerbaycan'dan da destek bekliyorum. Yine dedim Garip Azerbaycan'dan. Garip Azerbaycan'dan destek bekliyorum. Tarafsızım. Eğer yüreklere hitap ediyorsamsa ses bekliyorum. Çok Güzel. sağ olun. Teşekkür ederim. Ve əziz tamaşaçılarımız Adem İpəkçiyə, bizim qardaş Türkiyədən Azərbaycana gələn, MTV Azərbaycanda yayımlanan Solostar İstedadlar yarışına qatılan 12 nömrəli iştirakçımıza səs vermək istəsəniz, yalnız Azərsel nömrələrindən 86-101-ə, 86-110-a və 86-120-ə SMS-lərinizi göndərə bilərsiniz. Bu arada mənim də təşəkkürlərim var. Abituriyentləri sevindirmək istəyirəm. Değerli bizim gənclərimiz, yeni yetmələrimiz, imtahanlara hazırlaşan gənclərimiz, əgər qardaş Türkiyədə hər hansı bir universitetdə təhsil almaq istəyirsinizsə, yolunuzu salın Globus xaricdə təhsil şirkətindən. Anar Kazımov sizə yaxından dəstək olacaq, kömək edəcək. Çünki bu şirkət artıq 8 ildən artıqdır ki, fəaliyyət göstərir və bu illər ərzində neçə-neçə bizim Azərbaycanlı gəncimiz dünyanın müxtəlif ölkələrində ən tanınmış, belə deyim, universitetlərdə təhsil alıb ölkəmizə qayıdıblar. Telefon nömrəsini diqqətinizə çatdırıram. 050-830-90-10 nömrəsi ilə əlaqə saxlayın. Buyurun, dəyərli abituriyentlər, qarşıdan gələn bütün imtahanlarda sizə uğurlar və müvəffəqiyyətlər arzu edirəm. Və mənim əzizlərim, bu arada mən Uşaq İnkişaf Mərkəzi haqqında da sizə qısaca məlumat vermək istəyirəm. Əgər övladlarınıza, dəyərli valideynlər, autizmlə bağlı hər hansı bir əlaməti hiss edərsinizsə, həmən mütəxəssislərə müraciət etmək lazımdır. Dünyaca məşhur olan və 20 ildən artıq fəaliyyət göstərən Berdabit Mərkəzi artıq Azərbaycanda fəaliyyət göstərir. Uşaq İnkişaf Mərkəzinin telefon nömrəsini diqqətinizə çatdırıram. 055-627-37-70 nömrəsi ilə əlaqə saxlayın. Bizim adımızdan, bizim proqramımızın, şəxsən mənim adımdan, Nuraynə Gülər adından müraciət edən bütün ailələrə, o ailələrə şamil olunur ki, az təminatlı ailələrimizdir. Müayinələrdə və müalicələrdə xüsusi endirimlər olacaq. Buna görə David Bey'e ve Yosifə xanıma dərin təşəkkürümü bildirirəm. Çox sağ olsunlar bizimlə əməkdaşlıq edənlər, bizim proqramımıza sponsorluq edən bizim dostlarımız var olsunlar. Hər zaman yaxşı səsiniz gəlsin. Bu arada reklam fasiləsinə ayrılırıq. Reklamlardan həmən sonra Solostar'ın 7 nömrəli iştirakçısı Səbuhi Rəsulinin ifası ilə davam edəcəyik. Güzelim ürəkdən bağlıyam sana, əziyyət verərmi sevən sevənə? Güzelim ürəkdən bağlıyam sana, əziyyət verərmi sevən sevənə? Yandırdın qəlbimi yaman, ey qaşları kaman, bəni dərdə salan yar, sensiz yaşaya bilmərəm, ey sevgili canım. Gel eşkime inan. Yandırdın kalbimi yaman, ey kaşları çaman, beni
məni dərdə salan yar. Sənsiz yaşaya bilmərəm, ey sevgili canım, gəl eşqimə inan. Səni görməyəndə fənadır halım, İntizarda qoyma, gəl qadanalım. Səni görməyəndə fənadır halım, İntizarda qoyma, gəl qadanalım. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan yar. Sensiz yaşaya bilmərəm, ey sevgili canım, gəl eşqimə inan. Yandırdın qəlbimi yaman, ey qaşları kaman, məni dərdə salan yar. Sənsiz yaşaya bilmərəm, ey sevgili canım, gəl eşqimə inan. Sərin sulu bulaqlardan, bulaqlardan, sərin sulu bulaqlardan, bulaqlardan, yaşıl yarpaq budaqlardan, budaqlardan, yaşıl yarpaq budaqlardan, budaqlardan, lalə rəngli yanaqlardan, bal süzülən dudaqlardan, sizə salam gətirmişəm. Lalə rəngli yanaqlardan, bal süzülən dudaqlardan, sizə salam gətirmişəm. Qatar qatar durmalardan, yaşıl başlı sonalardan, qatar qatar durmalardan, yaşıl başlı sonalardan, Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Ay Azərbaycan diyarından, bizim Şənur diyarından, Cəlləbatdan salam gətirmişsən bizə. Azərbaycan diyarından, Koroğlunun nigarından, sizə salam gətirmişəm. Mübarizlər diyarından, Fəridin də diyarından, sizə salam gətirmişəm. Səbuhi Rəsuli bizim 7 nömrəli iştirakçımız, əziz tamaşaçılarımız. Səbuhiyə hal-hazırda göndərdiyiniz SMS-lərin faizini diqqətinizə çatdırmaq istəyirəm. 15,77%-dir. Biraz da artırmaq olar, əziz tamaşaçılarımız. Biraz necə artırmaq lazımdır, Aynə xanım onu. Seyran müəllim, maestro, mən həmişə keçən ötən müsabiqədə Solstar 2-də deyirdim. Dağım aranım, arzum muradım, ay mənim abad, Cəlil abadım, ay mənim abad, Cəlil abadım, qolum qanadım Cəlil abad, arzu muradım Cəlil abad, ey mənim ana diyarım, Cəlil abada Cəlil abad, qolum qanadım Cəlil abad, SMS oylarım Cəlil abad. ey mənim ana diyarım, Cəlil abada Cəlil abad. SMS necə istəmək lazımdır. Cəlilabada buradan salamlarımızı göndəririk. Hər zaman Səbuhi bura çıxan kimi səhnəyə Cəlilabadlı və Cəlilabadlıları səsləyir. Allah sizə can sağlığı versin. Elə Səbuhiyə səs göndərənlərin böyük əksəriyyəti Cəlilabadlılardır. Buyur. Axşamınız xeyirli olsun. Hörmətli münsiflər heyətini salamlayıram. Nuranə xanım sizi salamlayıram. Hər birinizi xoş gördük. İştirakçılara uğurlar arzu edirəm və ekran qarşısında əyləşən hörmətli tamaşaçılar, bizi izləyən və mənim ifamı izləyən insanlar. Hər birinizdən dəstək gözləyirəm. SMS nömrələrim televizorda, yəni ekran qarşısında gedir hal-hazırda. Mənə dəstək olmaq istəyən tamaşaçılar 7 nömrəsini mesaj yerinə daxil olaraq 7 nömrəsini qeyd edir və 86-101 nömrəsinə bir səs göndərə bilər.
Daha sonra 86 110 nömrəsinə 7 rəqəmini yazaraq 10 səs dəstəyi ola bilər. Eyni zamanda 86 120 nömrəsinə 7 yazaraq 20 səs dəstək ola bilərsiniz. Hər birinizə təşəkkür edirəm. Mənim üçün heç bir, həmişə mən qeyd etmişəm, elimin o başı bu başı yoxdur. Bütün Azərbaycanım mənim canımdır, ciyərimdir. Hər birinizə təşəkkür edirəm və Elxan müəllim Cəllabad mahnısını da oxudu. Mən çox şad oldum, təşəkkür edirəm. Və mənə bir-iki dəstək olan var, olarmı adlarını? Əlbəttə, buyurun. Var olsunlar, buyurun. Mənim bibim oğlu Şahin, Vahid və Həbib qardaşları çox dəstəkdirlər. Təşəkkür edirəm onlara. Əmi oğlanları Arazdır, Mahir mənə dəstək olur. Cəllabaddan mənim dəyərli dayım Əlniyaz dayı, oğlu qazimiz Siraz qardaşım dəstək olur. Nazim müəllim dəstək olur. Şəhla xalam dəstək olur. Təşəkkür edirəm. Hər birinə minnətdaram sonsuz və mən bilirəm Elxan müəllim gözləyir. O Talış balası da mənə dəstəkdir, Natiq qardaşım. Təşəkkür edirik sizə. Lerikin Çayırıq Çox üzr kəndindən. istəyirəm, müdaxilə edirəm. Gülər mamamız da təqaüdündən sənə həmişə SMS göndərdi. Bax, ona salam göndərmirsən ha. Çünki o verilişdən sonra mən burada olmamışam. İndi Gülər ananın əllərindən öpürəm. Öz anam da izləyir. Öz anamın da əllərindən öpürəm. Bütün qeyrətli anaların, bacıların əllərindən öpürəm. Bizim Ağbirçay analarımız və ağsaqqallarımız izləyir, atam izləyir. Öpürəm hər birinizi, var olasınız. Uğurlar. Xatimə bibimə və oğlu Aydın qardaşıma xüsusi təşəkkür. Sənə videoqrafımız, bizim canımız qardaşımız, Qazi qardaşımız Çingiz də dəstək olur abla və sənə görsün ki, gözəl çəkirsən ifa eləyəndə, o da sənə dəstək olur. Eşq olsun Çingizə, Vətən müharibəsinin iştirakçısı olan bizim dəyərli operatorumuza, bəli. Vüsal qardaşımız Səbuhi dadı. Səbuhi qardaş. Həqiqətən onu baxırsan mədəniyyəti, özünün aparmağı, kübarlığı o qədər insana zövq verir. Çox sağ olun. Mən həqiqətən onu oxumağından əlavə onun bu mədəniyyətinə vurulmuşam. Təşəkkür edirəm. Səhnədə elə bir siz oxşuyur, yox. Ola bilər, Təşəkkürlər. şirin səsi var, çox şirin səsi var. Təşəkkürlər. Hətta o xəstəlikdən hələ qurtarmayıb, Bəli. amma ona baxmayaraq, gör musiqini, mahnını necə oxuyur ki, heç kəs Simul verən bizi yox görə yəni, təbrik edirəm. Sağ Var olun. olun, davam edirik tamaşaçılarımız.
yanında Al günah sənə qurban İstərsən bu canımı Al günah sənə qurban Sən müşriqin yanında Al günah sənə qurban İstərsən bu canımı Al günah sənə qurban Sən müşriqin yanında Al günah sənə qurban İstərsən bu canımı Al günah sənə qurban Al günah sənə qurban Al günah sənə qurban Teşekkürler, teşekkürler. Öpürük, bağrımıza basırıq. O güzel sesiniz her zaman eşidilsin. Ne güzel ifa, ne güzel tərz. Mahnını necə gözəl oxuyur. Neçə ildir siz səhnədəsiz? Baba onu ver deyim. O bəziləri çıxırlar, qurban sizə. Bəli. Yalandan deyirlər ki, qızım, mən 72-ci ildən məhz 72. profesional deyim də Rəşid Beybutovun mahnı teatrına dəvət almışam. 53 il. Lalələr oxuyub, onu Ordubadda gastrola getmişik. Orada rəhmətli Eldar Axundovla görmüsən. 72-də. 72-ci Hələ il. o, bəli, elə o ərəfələrdə də mən deməli dövlət televiziyasından da efirlərə çıxmışam. Bəli, O vaxt o belə vaxt televiziya idi. bir Dan dənə idi. ulduzu qızım. Tofiq Əhmədovun Estrada Simfonik Orkestri. Orkestri. Bütün nə ki kollektivlər var, inanınız, Allahıma and olsun. Prosta deyirəm ki, o bəzəki yalan. Tarixdir də danışırsınız, musiqimizin Mühendis ama tarixidir. bəziləri kimdir? Adam var da. Sonra son Yalandan maraqlıdır. yox, insan düzgün danışar. Bəli. Mən sənətə gələndə məndən qabaq Hüseyn Ağa Hadiyev gəlmişdi. 72-də mən Akif İslamzadə ilə Rəşid Beybutovun mahnı teatrında bərabər işləmişik. Yəni belə gəlib ruhə, amma 73-də qoyun da deyim, Baladadaşın ilk məhəbbətinə çəkilmişəm. Sonra onu da qoy deyim. 73-də gənclərin Berlində Ümumdünya Festivalı keçirilir. Berlində. Azərbaycandan məhz məni göndəriblər. 76-da Azərbaycan gəmisi nəhəng gəmi. Bəli. Deməli, bizlə Rüstəm İbrahimbekov da çəkirdi. Aralıq dənizinə. Yenə də, amma getmək istəmirdim, anam qoymur. 5 ay bütün dünya səyahətinə çıxdım, müğənni kimi. Amma mən onu demirəm, mənim üçün ağlıma da gəlməzdi. Məni orada Azərbaycan gözəl seçdilər. Miss Azərbaycan. Siz elə gözəlsiniz də, əziz tamaşaçılarımız. Mən hər dəfə, baxın özü desin, hər dəfə proqramımıza gələndə zarafatla deyirəm, biz düzdür də belə deyim də, bir balaca, yəni etik qaydalara riayət edərək, bir balaca sənətkarlarımıza zarafat da eləyirik. Zarafatla deyirəm ki, siz deyəsən soyuducuda yaşayırsınız. Onu hamı deyir. Kızım onu hamı deyir. Siz heç dəyişmirsiniz. Hər zaman belə gözəlliyinizi saxlayın. Niyə dəyişmirəm? İnsanda əsas gözdür. O gözlərinizin güləşliyi, təravəti, belə deyim də işığı, nuru hər zaman var. Öpürük sizi, bağrımıza basırıq. Davam edirik mənim əzizlərim. Baxın, gözəllikdən danışandan sonra bu gözəlliyə keçid alaq mı? Hə, əziz tamaşaçılarımız. Hülya bizim iştirakçılarımız arasında yeganə qızımızdır. 6 nömrəli bizim iştirakçımızdır. Hülya, buyur. Açtı gün oyandı, her taraf al boyandı. Derdimden neçə olan yanar o da yandı.
bir dənə dişi. Bir utan qızına aşık olar mı adam? Bir utan qızına aşık olar mı adam? Qonşumuzda bir yar vardı, güzellik ay balam hiç bahardı. Qonşumuzda bir kız vardı, güzellik ay balam hiç bahardı. Anasından, halasından, bibisinden gizli mənə söz verib aldattı məni. Mənim balam yar yaman aldattı məni. Mənim balam söz verib aldattı məni. Mənim balam yar yaman aldattı məni. Mənim balam söz verib aldattı məni. Məni balam. Ay bulaq başı toz olar, üstü dolu qız olar. Ey dəsmalın götür, mən götürsəm söz olar. Ay bulan başı toz olar, üstü dolu kız olar. Ay dəsmalı götür, mən götürsəm söz olar. Ay bu qama, 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 daşlı qama, şıngıllı daşlı qama. Qorxuram gəlməyəsən, gözlərim yaşlı qala. Ay bu qama, daşlı qama. Çıngırlı daşlı qala. Siz bizə qonaq gəlməsən, sol usta kimsiz qalar. Uçar dağ üstə, bülbül uçar bağ üstə. Baran qaçar dağ üstə, bülbül uçar bağ üstə. Niyə məndən küsürsən, laf çəkirsən dağ üstə? Niyə məndən küsürsən, laf çəkirsən dağ üstə? Getmə, getmə varam, nə ki dərdin varam. Gözünə düz baxmasan, gözlərimə saram. Getmə, getmə maralım, nə ki dərdin var alım. Sözünə düz baxmasam, gözlərindən saram. Ömrüm sana bənd olar, rəqibə rişvət olar. Gönlüm sənə bənd olar. Bülbülcə gül bağında, təkcə gülə bənd olar. Bülbülcə gül bağında, təkcə gülə bənd olar. Kimi qınama, qınayırsan sınama. Dolalaram başına, gəlin olasan anama. Sevgilimi qınama, qınayırsan sınama. Dolalaram başına, gəlin olasan anama. Sevgilimi qınama, qınayırsan sınama. Dolalaram başına, gəlin olasan anama. Sevgilimi qınama, qınayırsan sınama. Dolalaram başına, Qonaq alsan sol ustara. Tamaşaçılarımız Solo Star istedadlar yarışına baxırsınız. 6 nömrəli bizim iştirakçımız Hülya Əzizova. Hal-hazırda sizin göndərdiyiniz SMS-lərin faiz dərəcəsi ekranlarda da görürük. 6,74%'dir. Hülya artırsalar yaxşı olar, hə? Bəli. Başla. Bugünkü oxuduğum qüsurlar əgər varsa, tamaşaçılardan və sizlərdən özür istəyirəm. Xəstə olduğumla əlaqədar olaraq səsim elə də yaxşı deyil məncə. Məni bəyənən, səsimi bəyənən Azərbaycan xalqından, Azərbaycanda yaşayan və xaricdə yaşayan Azərbaycanlılardan səs istəyirəm. Oxuduğum əsərdə Tofiq Quliyevin Qızlar əsəri idi. Başqa? Sənə səs vermək üçün neyləsinlər? Hə. 6 yazsınlar. 86-101, 86-110, 86-120 qısa Azərsel nömrələrinə 6 rəqəmi yazıb göndərsinlər və ən çox da mənə bölgələrə ayırmağı sevməsəm də Şəmkir bölgəsindən çox atırlar, az, çox, yenə də çox təşəkkür edirəm hər birinə. Buradan sizə çox təşəkkürlərimi bildirirəm. Gözəl. Çox sağ olun, tək qoymadığınız üçün. Mən sən oxuyanda hiss elədim ki, vokal səsə yaxındır sənin səsin. Bəli. İndi lazımdır da ən bəstəkar mahnıları oxumağa. Hə. Mən sənə uğurlar diləyirəm. Çox təşəkkür Hələ edirəm. cavansan, təzə başlamısan. Mən şəxsən özüm də həyəcanda keçirirdim.
Böyle yavaş yavaş her şey düzəlecək. Hülya çox istedadlı bir qızdır və istəyirəm ki, heç vaxt demin ki, xəstəyəm deyil, nasazam. Səsimdə Hülya soyuqlayıb. Mən bir şeylə müraciət eləmək istəyirəm xalqımıza. Deyir ki, Hülya xəstələnmişdir. Səsi biraz nasazdır. Həkim dedi ki, yalnız SMS-ləriniz ona dərmandır. Əla, heç vaxt xəstələnməyin, səsiniz nasaz olmasın və həmişə formada gəlin. Yaxşı? Oldu. Davam eləyəcəyik tamaşaçılarımız. Diyarbəkir yoluna, Diyarbəkir yoluna Yalvarıram o yollara, izlerini qaytarsın. Gel görüm kimi yarsan. Ay belə ceyranımsan. Göz yaşım şarap olsun. Gel cevap ağlasın. Ben onun yollarını gör ne kadar gözlemişim. Ayana dostum evlenir. Bir güzel çiçek deriz. Anacan benim de gözüm. Konuşuda bir çiçek görür. Ana özüm fikirleş. Ben ne diyeyim ki sana? Demeye utanırım. Yüreğimi görsene. Demeye utanırım. Yüreğimi görsene. Senden ayrılandan düşünürüm ki anam evde kalır, o yine tektir. Ay anam mehriban gözlerindeyim. Bu koca vaxtında kömək gələydi. Ayana dostum evlenir. Bir güzel çiçekleri. Anacan benim de gözüm. Konuşuda bir çiçek görür. Ana özüm fikirleş. Ben ne diyeyim ki sana? Demeye utanırım. Yüreğimi görsene. Demeye utanırım. Yüreğimi görsene. Anam ay gözümün ışığı ana. Bir vaxt deyərdin ki oğlum boyatsın. Güneş boylananda pəncərəmizdən evdə gəlin səsi məni oyatsın. Ayana dostum evlenir. Bir güzel çiçekleri. Anacan benim de gözüm. Konuşuda bir çiçek görür. Ana özüm fikirleş. Ben ne diyeyim ki sana? Demeye utanırım. Yüreğimi görsene. Demeye
Ne oldu anacan bəs mənə ne oldu anacan Bilir neylesin Vakif derdini söylesin Elçileri şaştılar kaçtılar Yüzü bilmir neylesin derdi kime söylesin Şap ele bilir şuptadı Ay ne şaptadı ne şupta Yaman taraf durup da Şap ele bilir şuptadı Şup ele bilir şaptadı Ne şaftadır ne şufta yaman taraf durup da. Bax bu şap elə bilir şupdadır, şup elə bilir şapdadır. Bizim bəstəkarımız Ruhəngiz xanım Qasımovanın Evləri Köndələn Yar televiziya tamaşasına yazdığı mahnıdan idi. Nə gözəl ki onu xatırladın. Baldı da, Vaqif Şıxəliyevin səsi baldı. Təşəkkür edirəm, Çox gözəldi var olun. Mən də səsiniz. elə həmişə onu demişəm, deyirəm də, həqiqətən. Özdə səs seçilməlidir. Bax, özünə məxsus. Həmən bilinir ki, kimdə oxuyan. Hər janrda mahnı ifa eləyir. Təşəkkür Canım edirəm. mənim. Mən öyrənmişəm, dahilərdən öyrənmişəm. Bu Rəşid Beytovun çox sevdiyim bir əsəri idi, Ayana dostum evlənir. Bəli. Mən bu mahnını uşaqlıqdan sevirdim. Deyirdim, mən gələcəkdə bu mahnını oxuyacam. Görürsən. Lentə aldırıb oxuyacam. Sözlər Fikrət Qocanın da bu gözəl. Bəli. Ruhangiz Qasımova Ruhəngiz bəstəsi. Qasımova, bəli. Və dahi Rəşid Beytov repertuarından bu gözəli mən... Gözəl. Bəli. Gözəl, amma- Sevə-sevə oxumuşam bu gözəl Gözəl əsəri. oxumusunuz. Mən də kövrəldim, Rəşid yadıma, Beybitin Allah yadıma. rəhmət Məkanı cənnət olsun, böyük sənətkarlarımızın Azərbaycan musiqisini yaşadanları. Nə gözəl ki, bugün də Azərbaycan musiqisini gözəl şəkildə tamaşaçılarımıza, nəinki Azərbaycanlı tamaşaçılarımıza, bütün dünyaya təqdim etməyi bacaran, o səsə sahib olan bizim insanlarımız var, xanəndələrimiz var, muğam ifaçılarımız var, estrada müğənnilərimiz var. Bir sözlə Azərbaycan musiqisi yaşayır və yaşayacaq. Belə, mənim əzizlərim, davam edirik Zakirin səsi ilə. Zakir Tarverdiyev bizim 5 nömrəli iştirakçımız, əziz tamaşaçılarımız. Zakir canlı ifa edəcək və diqqətinizə çatdırım ki, bizim iştirakçılarımıza səs vermək üçün yalnız və yalnız Azərsel nömrələrindən 86-101-ə, 86-110-a və 86-120-yə səslərinizi göndərə bilərsiniz. Dediyim kimi Azərsel nömrələrindən. Buyurun. Gələndən eymədsə əldən alə şəklində Gələndə eymədsə əldən alə şəklində Ürəyim ay tək alır Məndə hala şəklində Ürək qanımla yazılır eşkimi, məhəbbətimi
bərdənim Həm beydağ icunuyum İsrəni handır bədəriyim Diri olduqca libasım Budur ölsəm kəpəniyim aman Canı cana diləmiş Verməmək olmaz Canı cana diləmiş Verməmək olmaz Nə nizah eyləyəlim Ol nə sənindir nə mənim Bülbülü qəmzədəyəm Bülbülü qəmzədəyəm Bağ-ı baharım sənsən Qanımla yazılım Ey məhəbbətimi aydan Ay canım ay canım ey Bir gözələ vuruldum Dedim ona dəymə dəymə Bir gözələ vuruldum Dedim ona dəymə dəymə Həsrətinə yoruldum Yandı canım ona dəymə Həsrətinə yoruldum Yandı canım ona dəymə Dedim insafa gəlləm Aman ona dəymə dəymə Dedim insafa gəlləm Aman ona dəymə dəymə Həsrətinə yoruldum Yandı canım yara dəymə Həsrətinə yoruldum Yandı canım yara dəymə 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 Aman ona dəymə 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 Aman ona dəymə dəymə Həsrətinə yoruldum Yandı canım yara dəymə Özləməkdən yoruldum Yandı canım yara dəymə İndi əziz tamaşaçılar, mən bilmirəm kimə səs istəyim. İnşallah. Sən müəllimə yoxsa Zakirə. Zakirin Sağ olun, var gözəl olun, səsi səsiniz var, olsun, şirin Həsən səsi müəllim. var, muğam səsi var. Bəli, bəli. Gözəl muğam səsi var. Ona görə də məni biraz tərpətdi. Ona görə başladım mən Var Zakirlə olun, səsiniz oxumağa. var olsun. Təşəkkür edirəm, çox var. Onu mən qeyd edim ki, Zakir Şamaxıdandır. Bəli. Mənim Şamaxıda yaxşı dostlarım var. Çox sağ ol. Zəkə qardaşımız, Hilal qardaşımız, Nəvai qardaşımız. Onda səs istəyin Hə, Zakirə. mən Şamaxıdan. onlar Nəsimi qardaşımız, bu yaxınlarda balasının toyu olasıdır. Onu təbrik edirəm buradan. Və onlardan da xahiş edirəm ki, bax Zakir Zakir qardaşımıza Tarver deyir. səs versinlər. 5 yazın göndərin. Nə yazsınlar Zakir? De görüm. De əzizim, de. Əziz tamaşaçılar, ekran qarşısında əyləşən tamaşaçılar, yəni 5 yazıb 86-101-ə bir səs. Mən elə gəlir, çox təkrar eləməyə ehtiyac yoxdur, şükürlər, normaldır, dəstək olanlara təşəkkürümü bildirim. Biraz üzrlüsən, İspisokundan deyim. Siyah var, İspisoku var, İspisoku. Şamaxı VIP Marketin rəhbəri Hacı Yahya mənə dəstəkdir. Yahya Babayev, təşəkkür edirəm. Onların o bütün orada işçilər mənə dəstəkdir. Təşəkkürümü bildirirəm. Və Qızıl Qələm mükafatı laureatı, prezident mükafatçısı, Azərbaycan Yazıçılar Birliyi, Jurnalistlər Birliyinin üzvü, şair, gözəl elimizin dəyərli o şair Əlvahid mənə dəstəkdir. Təşəkkürümü bildirirəm. Gözəl. Allah şəfa versin, biraz xəstədir, inşallah düzələr. Mənə böyük dəstəkdir. Və Şamaxı rayonunun 1-ci Çaylı kəndindən Rahim bəy mənə dəstəkdir, salam göndərir, hər bir müslər heyətinə təşəkkürünü bildirir. Elvin Rüstəmov mənə dəstəkdir, musiqi Edik yazılıb həl-hazırda sosial şəbəkədə. Kimsə izləmək istəsə, musiqi Edik yazılan səhifədə məni qulaq asa bilər, dəstək ola bilər, təşəkkürümü bildirirəm. Şamaxı rayonunun 1-ci Çaylı kəndinə.
Çox sağ olsun Elvin qardaş, sizə təşəkkürümü bildirirəm. Sizdən böyük dəstək gözləyirəm, var olun. Şamaxı rayonunun Qalaybuğur kəndindən Alim qardaş, var olun. Bütün quşçu cəmiyyətindən dəstək gözləyirəm. Elmin oğlanın dəyərli oğulları. Zakir, Şamaxıdan başqa rayon yoxdur qardaş. Səsləndə bütün Azərbaycandan bütün deyirəm, amma bütün mənə bölgələrindən səs istədi. zəng gələn o insanları, məlumatım olan insanları adını çəkirəm. Amma bütün Gözəl. Azərbaycan mənə dəstək. Səlyan rayonuna ağa qardaşım, Şuşa şəhərindən mənim iş yoldaşım bir əmin var, Arazəm, o mənə dəstəkdir. Yəni burada efir vasitəsinin hamısının adını çəkə bilmirəm. İnşallah Gözəl, kim sənə qarşıda dəstəkli hamısının var adını olsunlar. çəkəcəm. Çox sağ olun, təşəkkürüm bilirəm. Var olun. Zakir Tarverdiyevə siz də səs verin. Davam edəcək Səbuhi Əhmədovun ifası ilə mənməzlərim. Qısa bir keçidimiz var. Diyarbəkir yoluna, Diyarbəkir yoluna yalvarıram o yollara, izlerini qaytarsın. Gel görüm kimi yarsan. Ay belə ceyranımsan. Göz yaşım şarap olsun. Gel ağlasın. Ben onun yollarını gör ne kadar gözlemişim. Anladım, seni ben kaybettim. Hani ben bir ömür senindi. Hiç mi hiç sevmedim, belki de görmedim. Ne olur, ne olur dön bana. Hiç mi hiç sevmedim, belki de görmedim. Ne olur, ne olur dön bana. Yalan oldu, yalan oldu, dilin bana tuzak oldu. Beni yıktın zalim, her şeyin dilin oldu. Yalan oldu, yalan oldu, dilin bana tuzak oldu. Beni yıktın zalim, her şeyin bilin oldu. Yalan oldu zalim, dilin bile bana tuzak oldu. Beni neden yıktın, neden? Ama ben seni çok ama çok sevdim. Ben seni Rabbim kadar sevdim. Seni var ya, seni ölümde sevdim. Çok sevdim. Anladım, seni ben kaybettim. Hani ben bir ömür senindi. Hiç mi hiç sevmedim, belki de görmedim. Ne olur, ne olur dön bana. Hiç mi hiç sevmedim, belki de görmedim. Ne olur, ne olur dön bana. Yalan oldu, yalan oldu, dilin bana
tuzak oldu. Beni yıktın, yıktın zalim. Her şeyin benim oldu. Yalan oldu, yalan oldu. Dilin bana tuzak oldu. Beni yıktın, yıktın zalim. Her şeyin benim oldu. Sensiz yaşamam en kötü kadar olsa bile bil ki ben seni onu seviyorum. Senin de yalan her şeyin bile bana uzak. Sənan Əhmədov, əziz tamaşaçılarımız, Sənanın hal-hazırda sizin göndərdiyiniz SMS-lərin faiz dərəcəsini diqqətinizə çatdıraq. 3,87%-dir. Buyurun, Sənan, buyurun, tamaşaçılarımız sizi eşidir. Buyurun. Vaxtınız xeyir olsun. Mən də salamla müsbət heyətin efir qarşısında əyləşən tamaşaçılarımızı və dəstək olan hər bir kəsə təşəkkür elə minnətdaram. Allah sizləri qorusun deyirəm və bir iki istək var onları. Siyahı var. Balaca. Buyur. Yaddan çıxır üzrə. Siyahılarınızı buyurun, əziz tamaşaçılarımız, bizim Solostar yarış iştirakçılarımıza səs verin. Buyur. Ağdam rayonundan dəstək olan var. Ağdamın Kəngərli kəndindən yaşayan, deməli, hal-hazırda Elci qəsəbəsində yaşayan Bəxtiyar müəllim təşəkkür edirəm, çox gözəl dəstək olur. Allah var eləsin. Bəxtiyar müəllim, təşəkkür edirəm sizə və yaxında inşallah onu qedim ki, oğlu əsgərdən gələcək. Allah onu can sağ, bütün əsgərlərimizə Allah can sağ versin. Allah hər birinə uzun ömür və Aysel xanım hüquqşünas dəstək olur, çox sağ olsun. Sizin də belə işdə olub deyəsən, Aysel xanım. Dəstək olur mənə. Sonra Anna xanımı təşəkkür edirəm. Ən çox xanımlardır, Akif müəllim və xanımlardan Hakira xanım, bir də Gülüm Teymurlu. Təşəkkür edirəm, yəni dəstək olan hər birinizə. Allah sizə can sağlığı versin. Və bir də deyim ki, yalnız Azərbaycan abonentlərinə dostlar, bir səs üçün 86-101-ə, 10 səs üçün 86-110, 20 səs üçün 86-120-yə. Yəni bunu yaddan çıxardın. Bunu yox, bunu baxınız, belə deyək. 86-120-yə. Səs vurun. Gözəl ifiyə, gözəl səsə qiymət verin və təşəkkür edirəm Nana xanım sizə. Allah sizə can sağlığı versin. Biz də sizə uğurlarınız bol olsun. İnşallah gözəl SMS-lər göndərərlər sizə. Gözəl ifalar hazırlamışam və məndən Ağdam rayonundan, Laçın rayonundan, Bakının kətlərindən də baxırlar, izləyirlər. Gözəl o dediyiniz ifaları hazırlamışam. İnşallah oxuyacağam hissələrdə inşallah. Dəstək olarsınız, dəstəyinizi gözləyirəm. İrəliyən həftələrdə çox sağ ol, təşəkkürümüzü bildiririk. Belə, mənim əzizlərim, dəyərli bizim qonaqlarım. Ya mikrofonu aparma ora. Eləcə özündə saxla. Bir nüansı qeyd eləməsəm, çox üzr istəyirəm, 40 saniyə vaxtımız alacaq, bilən verişimizin sonudur. Bu gözəl layihədir, bu MTV layihəsidir, bu Nurana Gülər layihəsidir və biz sizin işığınıza yığışmışıq. Mən uşaqlara deyirəm, yaxşılığımızla, pisliyimizlə bizimsiz, bizim adımızsız. Bizim sizə heç bir həsədimiz, baxıllığımız yoxdur. Show biznesdə və sənət aləmində olan elə insanlar var ki, üzvə gülür, arxanca danışır. Rəhəngiz xanım bayaq onu qeyd elədi reklam arası. Mən demək istəyirəm, mən Elxan Qaraxan olaraq bunu tam təkidləndirəm. Mənim səsim oktavalar gəzən səsdir və oxumağım mikrofonsuz, kimsə gəlməni mikrofonsuz oxuya bilərsə oxusun. Və bu sənətkarları ki, bir dəvət edir, sizin təşəbbüsünüzdür. Bunlar gəlib sizlərə kompliment deyirlər, stimul verirlər. Valla biz aldığımızı almışıq, satdığımızı satmışıq, qazandığımızı qazanmışıq, azdan çoxdan popularıq, sevilirik, statusumuz var, hörmətimiz var. Biz nə deyiriksə sizin üçün, yəni gedib öz aranızda deməyin ki, ay mənə qüsur bildirdi, Əhsən müəllim qüsur bildirdi. Var insanlar üzbü çevirən kimi başqa şeylər danışdı sənin haqqında və can-can deyil. Mən Vaqifi niyə sevinirəm burada görəndə, Rəhəngiz xanımı görəndə? Bir kəlməsinə zəng vuram ki, Vaqifçim, mən sənin filan mahnını oxumaq istəyirəm, amma efirdə oxumamaq çətin. Deyir, qardaşım, canla başla, bu insan sənət fədaisidir. Rəhəngiz xanım həmişə gənclərə dəstək olub, komplimentlər deyir, sizə ruh verir, fərəh verir və ya sonra gedib arxada deməyin ki, ay bizi acıladılar. Vay, bugünkü tövsiyələr 10 ildən, 15 ildən sonra deyəcəksiniz ki, yaxşı ki, onları mənə demişlər, mən onu eləmədim. Hər birinizə təşəkkürümü bildirirəm, yaxşı ki, varsınız. Biz öz qüvvəmizi saxlamalıyıq və çalışmalı birimizin arxasında olmalıyıq. Təşəkkürümü bildirirəm Rəhəngiz xanım bugün proqramımıza gəldiyinizə görə minnətdaram. Vaqif müəllim sizə təşəkkürümü bildirirəm. Hörmətli münsiflərimiz Əhsən müəllim səsiniz var olsun. Şahik müəllim bu günləri oxumadı. 4-cü gün sizdən mütləq şəkildə bir mahnı payı istəyəcəyik. Mən sizin hər birinizə uğurlar arzu edirəm. 4-cü günə qədər SMS-lərinizi toplayırsınız. Görək bu həftənin 4-cü günü bizim Solostar istedadlar yarışını kim tərk edəcək? Seyran müəllim sizə dərin təşəkkürümü bildirirəm. Sözüm var. Sözünüz var. Ufaq nədir? Kiçik, balaca. 20 saniyəlik bax pay aldım səndən. Ben herkese teşekkür ettim. Hayat yoldaşım, ömür gün yoldaşım.
Her zaman benim arkamda oldu. Ona teşekkür ediyorum. Sağ olsun. Adı nedir, Benim arkamda. ismi? Kuraman İpekçi'ye buradan teşekkür ediyorum. Kuraman İyi ki- abla. İyi ki benim hayatımdasın. Ben sana zamanında ne demiştim? Dedim ki ben aşkımı, sevgimi sana milyonların üstünde hitap edeceğim ve bunun da sözünde durdum. Ben seni çok seviyorum. Ölümüne seviyorum ben de. Vaxtımız yoktu. Çok az bir şey, çok az bir şey. Yaşın, yaşın. Haber gelmiyor yardan, belli beni sevmiyor artık. Varsın Adem'e can veren Allah, Solustar'da verdiği gibi alsın. Sağ olun, Kuraman xanıma sağ olun, teşekkür edirik. Özünüzdən müğayət olun mənim əzizlərim. Sabah yenə eyni saatda görüşəcəyik. Allah havanında. İstedadların yarışı Solo Star.